Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bugün bu hədəf kurslarında növbəti buraxılış sınaq imtahanı keçirildi, noyabrın 9-u. Bugün onun izahını verəcəm bütün siniflər üzrə, həm 9, həm 10, həm də 11-ci siniflər üzrə. İlk öncə onu deyim ki, yəni bu imtahanın PDF formasını və listening formasını Telegram kanalına göndərmişəm. Kanalın linkini də videonun aşağı hissəsində yerləşdirəcəm. Oradan daxil olub əldə edə bilərsiniz. Kanala abunə olmağı unutmuruq ki, videolarla tez, izahlarla tez tanış ola bilək. Başlayaq birinci listeningdən. Listeningin cavablarını deyəcəm sadəcə. Dediyim kimi, dinləməni göndərəcəm onsuz da. İstədiyiniz qədər qulaq asa bilərsiniz. Birinci sualda mətnə görə düz olanı istəyir. The ocean is made of fresh water, salty water idi listeningdə. Təmiz, şirin su yox, duzlu sudan ibarət oxuyanlar. The oceans cover a small part deyil, the biggest part olur. Yer kürəsinin böyük bir hissəsinə örtür okeanlar. Main animals live in the ocean. C bəndi düzdür. Okeanda çoxlu heyvanlar yaşayır. 32-ci suala baxaq. The ocean water is usually warm near the. Bax, burada deyir ki, okean suları adətən ekvatora, equator yaxın olanda isti olur. Qütblərə yaxın olanda near the pole deyir, soyuq olur. Burada cavabımız olur B bəndi. 33-də mətn nə haqqındadır? Burada cavabımız C bəndidir. Mətn yer kürəsinin ən böyük su sahəsinin xüsusiyyətlərindən danışır, yəni okeanların xüsusiyyətlərindən. 34-də what should people do to help sea animals stay safe? Yəni insanlar dəniz heyvanlarının təhlükəsiz olmasını təmin etmək üçün nə etməlidirlər? Təhlükəsizliyinə kömək etmək üçün nə etməlidirlər? Mətndə deyir ki, people should keep it clean və yaxud da people should keep the ocean clean cümləsini verir. Burada da yazıram. People mübtədadır. Bunu Z ilə də verə bilərik. People ilə də verə bilərik. People should keep it və yaxud da listeningdə it deyirdi. İndi siz burada the ocean da yaza bilərsiniz. Ocean clean. Yazsaz, bu hissə ilə düzgün. Yəni okeanları təmiz saxlamaqla, gərək təmiz saxlasın insanlar. 35-də cümləni tamamlayırıq. Oceans give us food. Sadəcə burada food sözünü deyir. Yəni bizi qida ilə təmin edir, bizə qida verir. And help ships travel, yəni gəmilərin səyahət eləməsinə kömək edir. 36-da whale sözünü təyin edən sifət deyirdi. Burada big whale idi listeningdə, yəni böyük balinalar. Davam edirik readingdən. She is a favorite food for many people. Pendir haqqındadır. It's one of the most versatile dairy products. Yəni çox tərəfli, çox yönlü süd məhsuludur. Cheese is made from milk, which usually comes from cows, goats or sheep. Yəni süddən hazırlanır, hansı ki onlar da inəkdən, keçidən və yaxud da qoyunlardan əldə olunur. Yaxşı, buradan baxaq görək 37-ci sual. Cheese is made from vegetables. Tərəvəzdən hazırlanmır, A bəndi səhvdir. Soft cheese is always saltier than hard cheese. Yəni yumşaq pendir bərk pendirdən daha duzlu olur, amma əksinə bax hard cheese and soft cheese iki dənə ümumi kateqoriyası var. Hard cheese, like cheddar, is firm and salty. Soft cheese is creamy and mild. Deməli, duzlu olan hansı idi? Hard cheese. Burada əksinə deyir, yumşaq pendir, bərk pendirdən daha duzludur, səhvdir. All cheese is ready to eat in a few days. Bütün pendirlər bir neçə gün ərzində yeyilməyə hazır olur, amma burada mətndə deyir ki, making cheese can take from a few days to several years, yəni bir neçə gündən illər, bir neçə ilə qədər çəkə bilir onun hazırlanması. Deməli, hamısı bir neçə günə hazırlanmır. Cheese provides protein and calcium. Yəni, pendir protein və kalsiyumla təmin eləyir bizi. Bu düzdür. Cheese is good source of protein and calcium. Yəni, D bəndi burada düzdür. Fransa pendir istehsal eləmir, deyir. Burada səhvdir. United States, Germany and France are known for producing a lot of cheese. Yəni, onlar elə pendir istehsalı ilə məşhurdur. 38-də ümumiyyətlə imtahan çox sadə formada düşmüşdür uşaqlar. Çox qrammatikası da, listeningi də, readingi də çox sadə formadadır. Cheese is made from milk. Məsələn, bunu yazmaq üçün mətnə baxmaya ehtiyac yoxdur. Pendir süddən hazırlanır. 39-da what is
A characteristic of hard cheese, yəni bərk pendirin xüsusiyyətləri nə idi dedik, buradaydı. Hard cheese like cheddar is firm and salty. Möhkəm və bərk və duzlu. Burada it's firm in texture, qurulursa möhkəm olur. It's often tastes salty. 2-3 B bəndi. Mətn nə haqqındadır? Mətn pendir haqqındadır. Baxa görə pendirə uyğun olan variant hansıdır? How to raise dairy animals, yəni süd verən heyvanları necə yetişdirməliyik? Bu deyil. The history of French cheese, Fransız pendirinin tarixi deyil. Cooking with cheese, yəni pendirlə bişirilən yeməklər. The benefit of vegetarian diet, yəni vegetarian qida, bir vegetarian qidasının xüsusiyyətləri. Bu da deyil, yəni mətndə bunun vegetarian qidası olduğu haqqında heç bir şey deyilmir. The information about one of the dairy product, yəni süd məhsullardan biri haqqında məlumat, bu da süd məhsulu olduğuna görə onlardan biri haqqında məlumatdan danışırıq. Biz burada bunun vegetarian qidası olduğu haqqında mətndə heç bir şey yazılmayıb. Ona görə özümüzdən hər hansısa bir məlumat əlavə edə bilmərik. Davam edirik 41-də. Origin sözünü sinonim istəyir. Mətn bir paragrafdan ibarətdir deyə bura əlavə paragraf 1, 2 falan yazılmayıb. Origin sözü mənşə, mənbə deməkdir. Burada buna ən yaxın sinonim hansıdır? Source. Source da mənbə deməkdir. It is a good source of protein, yəni protein mənbəyidir. Burada cavabımız olur 41-də source. 42-də weather conditions in an area over a long time, yəni uzun müddət hər hansısa bir ərazinin hava şəraitinə iqlim deyilir. Həmin yerin iqlimi deyilir. İqlim sözü də var idi mətndə. Climate. Climate iqlim deməkdir. Ona görə burada 42-də cavabımız olacaq climate. 43-ə baxaq. Eating too much cheese can be. Cümlənin ardını tamamlayırıq. Eating too much cheese can be. Buradan başlayır. Sonuna qədər. Burada dəyişə biləcəyimiz bir xeyli söz var. Məsələn, small sözü balaca deməkdir. Bunu tiny ilə verə bilərsiniz. Portion, pie və yaxud da hissə deməkdir. Burada hissə mənasındadır. Partla və yaxud da share ilə vermək olar. Delicious-ın sinonimləri məlumdur. Tasty verə bilərsiniz və yaxud da yummy verə bilərsiniz. Sonra meal sözünü əvəz edə bilərik. Dish-lə və yaxud da food-la. Yəni, bu da əvəz edə biləcəyiniz xeyli söz var burada da. Sonra davam edirik. 44 inşadır. What's your favorite food and why? Sevimli yeməyin hansıdır və niyə? Hər hansısa bir yeməyin götürüb onun haqqında məlumat yazırsınız. Davam edirik qrammatika suallarından. There is in the room, it's empty. Empty boş deməkdir. Bura nə qoyacağıq biz? Bura qoyacağıq törəmə vəzli. Cümləmiz təsdiq cümlədir. Elini bəri başdan çıxaram. It's empty, boşdur deyirsə, deməli otaqda heç nə yox imiş. Nothing olur, C bəndi. I met who can speak 5 languages, it was just perfect. Yəni mən 5 dildə danışan bir adamla tanış oldum. O çox mükəmməl idi. Bura inkarla bağlı olan heç nə qoya bilməyəcək. Əgər o mükəmməldir və yaxud da 5 dildə danışa bilirsə, deməli mən bir nəfərlə tanış olmuşam ki, bir nəfərlə rastlaşmışam ki, o danışa bilir və yaxud da mükəmməldir. Yəni mən bura inkar, nothing, nobody, none bura qoya bilmirəm. Zaten birinci cümləmiz təsdiq cümlədir, eyni də qoya bilməyəcəyik. Cavabımız olur burada C bəndi. I met someone who can speak 5 languages, it was just perfect. 47-yə baxırıq. Article testidir. Biz bilirik ki, EN artiklını özündən dərhal sonra gələn sözün ilk səsinin tələffüzünə görə qoyuruq. Honest sözündə H oxunmur, honest deyə oxunur. Bu necə oxunur? Saitlə. Bura E yox, N qoymalıyıq. Bir səhvdir. Happy girl düzdür. An interesting story düzdür. An ugly duckling düzdür. Europe'un sözü E ilə yazılır, amma Europe'un tələffüzü olunur. Bu səhvdir. 2, 3, 4 olur B bəndimiz. 48-də she is our neighbor nisbə vəzli testidir. Bax, nisbə vəzli ilə önəmli olan birinci how və why deyə nisbə vəzlimiz yoxdur. İsmi biz bundan təyin eləmirik. Və V-yə də yer məkan anlayışı bildirən sözləri təyin eləyə bilər. Neighbor qonşu deməkdir. Burada nisbə vəzliyimiz, deməli uşaqlar, nisbə vəzlikdə həmişə
Buraxılmış hissədən sağa baxın. Birinci who's-un qaydasını yoxlayın. Who's-un qaydasına görə sağ tərəfdə birbaşa artiklsız ümumi isim gəlməlidir. Gəlibsə, mən başqa heç bir bağlayıcı və yaxud da nisbə əvəzi ora qoya bilməyəcəm. Cavabımız olur burada D bəndi whose. Artiklsız ümumi isim varsa whose olmalıdır. 49-cu suala baxaq. She is a very adi dərəcənin göstəricisidir. Buradan B təni çıxaram. Həmçinin uşaqlar to be də link verbdur. Bağlayıcı feildir. Link verbdürsə biz to be-dən sonra sifət qoymalıyıq. Sifət qoymalıyıqsa buradan zərfi çıxıram və good sifəti heç vaxt zərf formasını elva ilə düzəltmir, well olur. Yəni elva ilə olanları buradan zaten çıxırsın. Burada da dance adi feildir. Feilləri biz zərflə təyin edirik. Ona görə bura well qoyacağıq. Birinci tərəf gooddur, ikinci tərəf welldir, yəni A bəndi. 50-ci sualda which sentence is not showing possessive, yəni yəliyi göstərməyən cümlə hansıdır? Elə burada A bəndinə baxın. Apostrof S-dən sonra aslı yəli əvəzliyi gəlirsə, o yəli hal ola bilməz. Zaten cümləmizdə xəbər də yoxdur. Buradakı apostrof S nədir? Is'dir. Zala is my favorite friend. Burada yəli olmayan variant A bəndidir. 51-ə baxaq. Deməli, uşaqlar, sual cümlələrini biz köməkçi feil vasitəsilə düzəldirik. Sadəcə burada köməkçi feilimizin nə olduğunu bilmək üçün, baxın, bizim cümləmizin xəbəri like-dir. Like boş formada verilibsə, bu ya keçmiş sadə zamandadır, ya da indiki sadə zamandadır və hər ikisinin köməkçi feili do, does, did-dir. Burada did verməyiblər, do, does veriblər. Do və does-dan hansı bir olduğu mübtadiyə baxın müəyyənləşdiririk. İkinci şəxsdirsə, o zaman does yox, do olacaq. Cavabımız olur C bəndi. 52-də already bitmiş zaman zərfidir və already-dən sonra participle to gəlib. Bu nə zaman olur? İndiki və yaxud da keçmiş bitmişdə. İndi variantlarda keçmiş bitmiş yoxdur. İndiki bitmişdə düzəlir. Have, has üstə participle to ilə, yəni have, hasləri götürəcəyik biz. Have-dən, has-dən hansı olacağını da mübtadiyə baxıram. Üçün şəxsin təkidir. Have yox, has olar. Cavabımız olur A bəndi. 53-cü suala baxaq. Now nəyin zaman zərfi olur? İndiki davam edici zamanın. İndiki davam edici zaman düzəlir əmizar, üstə gəlsin ing-li feilindən. Burada da cavabımız qalır onda. They are playing C bəndi. Çox sadə suallardır bunlar. 54-cü testə baxaq. I don't know the time. Bu test eyni ilə topluda var idi. Eyni bu formada. Deyir, vaxtı bilmirəm. Mənim saatım. Deməli, bitən nəticəsi göz qabağında olan hərəkətləri göstərmək üçün biz indiki bitmiş zamandan istifadə edirik. Anlıq bir prosesləri. Mənim saatım dayanıbdır. Bunu biz indiki bitmiş zamandan verməliyik. Çünki bitib nəticəsi göz qabağındadır. My watch has stopped. D bəndi. 55-ci sual. Deməli, qayda demişik. Biz some'dır, any'dir, no'dur, what'dur, many'dir. Eləcə də miqdar sayları və aslı yəli əvəzlikləri. Bunlardan sonra bir dənə də əvəzlik qoyuruqsa, o ya az olmalıdır, ya da more. Başqa heç nə qoya bilmərik. Məsələn, bura gətirib ən azə qoya bilmərik, z azə filan qoya bilmərik. Bu ya boş azədir, ya da moredur. Cavabımız olur 55-də B bəndi. 56-da isimimizə baxırıq. Books kəmiyyət göstəricisi testidir də. Books necə isimdir? Cəm isimdir. Cəm isim isə bizim kəmiyyət göstəricimiz olacaq. Many. C bəndi. 57-də my sister, bu tərcümə testidir. My sister had a baby boy last year. Yəni mənim keçən il bacımın bir oğlu olubdur. He is my first. O mənim ilk. Bacı oğluna nə deyilir? Bacı oğlu, qardaş oğlu, nephew'dur. Kişi cinsi. Bacı qızı, qardaş qızı niece'dir. Burada sister's nephew, bacımın qardaş oğlu nəzərdə tutulur. O artıq olur nə? Mənim oğlumda. Ona görə bu da düzgün olmayacaq. Boş nephew götürürük. He is my first nephew B bəndi. This is my bag. Bu mənim çantamdır. That one is. O birisi. Artıq bura mən nə qoyacam? My-dır. Aslı yəli əvəzlidir. Myself mübtadiyə görə təyin olunur. Burada mübtada that one-dır. Yəni I olsaydı myself qoyardı. Özdə mən özüm demək. Digəri onunki bura müstəqil yəli əvəzliyi qoymalıyıq. Müstəqil yəli əvəzliyi bir dənə B-dədir də. I da şəxs əvəzliyidir. Cümlədə mübtada olur. Her ya aslı yəli əvəzliyi olur, ya da obyekt əvəzliyi olur. Bura bizə 10-cudur deməli, müstəqil yəli əvəzliyi lazımdır. Ona görə burada cavabımız olur B bəndi. 59-da.
Səhv olanı istəyir bizdən. Elə burada A bəndinə baxsaq səhvdir də. Burada işarə əvəzliklərindən ismi uzlaşdırırıq. Məsələn, this-dən sonra cəm isim gəlirsə, S apostrof olmalı idi. Bundan sonra tək isim gəlir, apostrof S. Bundan sonra cəm isim gəlir, S apostrof. Our family's vacation, bunu verə bilərəm, düzdür zaten. This-dən sonra S apostrof gəlməlidir, düz veriblər, cavab A bəndi. 60-cı sualda da biz işarə əvəzlikləri haqqında bir qayda demişdik. Cümlədə o və Z varsa, oradakı deməkdir, uzaqdakı əşyanı göstərir. Uzaqdakı əşya ya Z ya da Zeus'la verilməlidir. Bunlar uzağı göstərən işarə əvəzlikləridir. İsimimiz tək isimdirsə Z qalır. Cavabımız C bəndi. Bu da oldu bizim 11-ci sinif izahı hədəf kursunun sınaq imtahanının. Dediyim kimi PDF-ləri linkin yerləşdirəcəm videonun aşağı hissəsində. Kanala da abunə olmağı unutmuruq uşaqlar. Hələlik uğurlar.